Mehdiabad qəsəbəsindən metronun 28 may stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir. Doğru Xəbər Azərbaycan bildirir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər dövlət proqramının 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib. Onun sözlərinə görə tramvay xəttinin bərpası ilə əlaqədar artıq işlər görülüb. Mehdiabad qəsəbəsindən metronun 28 may stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki iqtisadi əsaslandırma sənədi hazırdır. Layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq marşrut üzrə Sibriz daxilində yolun enkəsinin forması da razılaşdırılıb deyə o sözlərini əlavə edib.